Salam. Bugün sizinlə paylaşdığınız mənbələr əsasında həqiqətən çox kəskin bir iddia üzərində dayanacağıq. Eşitmisiniz yəqin, idman etməyən kişi hər şeyi itirir. Bu fikir xüsusən bəzi onlayn platformalarda, müzakirələrdə çox tez-tez qarşımıza çıxır. Bəli, salam. Həqiqətən də ilk eşidəndə, necə deyim, biraz şirdilmiş kimi səslənə bilər. Amma bizim bugünkü məqsədimiz bax elə bu ifadənin arxasındakı məntiqi anlamaqdır. Aynən. Görək bu iddianın kökündə nə dayanır? Həm o spesifik fəlsəfələr, məsələn, materiallarda adı çəkilən Red Pill kimi yanaşmalar nə deyir, həm də ümumiyyətlə elmi və psixoloji baxımdan idmansızlığın nəticələri nədir? Yəni dərinə gedəcəyik bugün. Tamamilə. Başlayaq elə o fəlsəfi tərəfdən. Niyə bu qədər sərtlik? Niyə hər şeyi itirir? Bax, mənbələrin işarə etdiyi nöqtə budur ki, bu yanaşmaya görə kişinin dəyəri, cəmiyyətdəki yeri, onun öz səyləri ilə birbaşa bağlıdır və idman bunun ən görünən, ən bariz simvolu kimi qəbul edilir. Yəni fiziki görünüş və formada olmaq bir növ vizit kartı kimi. Bəli, hətta daha konkret bir anlayış da var materiallarda, cinsi bazar dəyəri və ya qısaca SMV. Və bu baxışa görə idman etməmək bu dəyəri, yəni SMV-ni aşağı salan əsas amillərdən biridir. Çox maraqlı bir konsept əslində. Bəli, maraqlıdır ki, bu SMV anlayışı təkcə xarici görünüşlə məhdudlaşmır həmin fəlsəfədə. Bu, kişinin ümumi sosial statusu, cazibəsi, hətta müəyyən mənada gücü kimi də yozulur. Fiziki hazırlıq isə bu dəyərin ən çox nəzarət edilə bilən, yəni insanın öz iradəsi ilə dəyişə biləcəyi hissəsi kimi görülür. Deməli, idman təkcə bədən quruluşu deyil, həm də bir mesajdır bu yanaşmaya görə. Tam olaraq. Mənbələrdə mental möhkəmlik və ya frame anlayışı da vurğulanır. Yəni, idmana vaxt ayırmaq, nizam-intizamlı olmaq, çətinliyə dözmək, bunlar hamısı o fəlsəfəyə görə kişinin həyatın digər sahələrində də güclü, qərarlı olduğunun göstəricisidir. Başa düşdüm. Yəni, əgər idmana iradəsi çatmırsa, deməli başqa çətinliklərdə də zəifdir kimi bir məntiq qururlar. Təxminən elə. Üstəlik, bioloji tərəfi də var. Ağırlıq qaldırmaq kimi məşqlərin testosteron səviyyəsini artırdığı elmi faktdır. Testosteron isə təkcə əzələ kütləsi və ya cinsi istəklə bağlı deyil. Hə, enerji, rəqabət hissi, hətta ümumi həyat eşqi ilə də əlaqələndirilir deyəsən. Bəli. Enerji səviyyəsi, əhval-ruhiyyə, özünə inam, risk alma qabiliyyəti bunların hamısında testosteronun rolu var. Odur ki, bu baxış bucağından idman etməmək sadəcə sağlamlıq məsələsi olmaqdan çıxır. Bu, həm də kişinin cəmiyyətdəki, münasibətlərdəki mövqeyini zəiflətməsi kimi görülür. Yəni, hər şey itirmə iddiası biraz da buradan qaynaqlanır. Çox maraqlı bir baxışdır, hətta biraz sərt olsa da. Yaxşı, indi gəlin bu spesifik fəlsəfənin çərçivəsindən biraz kənara çıxaq, daha ümumi elmi faktlara və praktik müşahidələrə baxaq. Sənin paylaşdığın materiallarda bu barədə nə deyilir? İdman etməyən bir kişi konkret olaraq sağlamlıq baxımından nə itirir? Fiziki tərəfdən başlayaq. Fiziki itkilər kifayət qədər ciddidir əslində. Mənbələrdə də qeyd olunur ki, hərəkətsizlik birbaşa testosteron səviyyəsinin aşağı düşməsinə gətirib çıxara bilir. Bu da öz növbəsində enerji azlığı deməkdir, əhvalın pisləşməsi deməkdir, libidonun, yəni cinsi istəyin azalması deməkdir. Deməli, hormonal balans birbaşa pozulur. Bəli. Sonra təxminən 30 yaşdan sonra başlayan təbii əzələ etkisi var buna. Tipdə sarkopeniya deyilir. Hərəkətsiz həyat tərzində bu proses sürətlənir. Yəni, insan daha tez gücdən düşür, fiziki olaraq zəifləyir. Bəs xəstəlik riskləri? Əlbəttə, ürək-damar xəstəlikləri riski ciddi şəkildə artır. İkinci tip diabet riski artır, piyələnmə riski artır. Bunlar hamısı hərəkətsizliyin birbaşa nəticələridir. Və maraqlı bir məqam da var, paradoks kimi görünsə də, hərəkətsizlik insanı daha yorğun edir. Necə yəni? Adam elə bilir ki, hərəkət etməsə enerjisi qalar. Amma əksinədir. Müntəzəm idman qan dövranını yaxşılaşdırır, hüceyrələrə daha çox oksigen daşır, metabolizmanı sürətləndirir, bu da ümumi enerji səviyyəsini artırır. İdman etməyəndə isə bədən sanki qənaət rejiminə keçir, daha ləngişləyir və nəticədə insan özünü daha tez-tez yorğun, əzgin hiss edir. Deməli, fiziki tənəzzül təkcə xəstəlik riski və ya görünüşlə bağlı deyil, həm də gündəlik həyat keyfiyyətinə, enerji səviyyəsinə birbaşa təsir edir. İşin bu tərəfi də var. Tamamilə. Bu fiziki təsirlər
necə deyim, domino effekti kimi zehni və psixoloji vəziyyətə də keçir. Bax, elə bura gəlmək istəyirdim. Fiziki sağlamlıqla mental sağlamlıq arasındakı əlaqə. Bu necə özünü göstərir? Ən birincisi, özgüvən məsələsi. Sağlam, formada bədənə sahib olmaq adətən insanın özünə inamını artırır. Bu, psixoloji bir faktdır. İnsan güzgüdə özünü bəyənəndə, fiziki olaraq güclü hiss edəndə, bu onun ümumi əhvalına və özünə dəyər hissinə müsbət təsir göstərir. Düzdür. Bəs nizam-intizam məsələsi. İdmanla bunun əlaqəsi necədir? İdman əslində nizam-intizam əzələsini məşq etdirmək üçün əla vasitədir. Müntəzəm olaraq məşqə getmək, özünə buna məcbur etmək, bir planı izləmək, bütün bunlar iradə tələb edir. Və bu iradə, bu nizam-intizam vərdişi çox vaxt həyatın digər sahələrinə də sirayət edir. Yəni, işdə daha məhsuldar olmaq, maliyyəni daha yaxşı idarə etmək, öyrənməyə daha çox həvəs göstərmək kimi? Bəli, bəli. Çünki insan görür ki, özünü nəyəsə məcbur edəndə, bir məqsədə doğru addımlayanda nəticə əldə edir. Bu, ümumi motivasiyanı artırır. Sonra, stres faktoru var. İdmanın stresə qarşı ən yaxşı silahlardan biri olduğu sübut olunub. O, xoşbəxtlik hormonları, endorfinlər məsələsi. Aynen. Fiziki aktivlik endorfin ifrazını stimullaşdırır. Bu, təbii keyfiyyət artırıcıdır. Eyni zamanda idman stres hormonu olan kortizolun səviyyəsini tənzimləməyə kömək edir. Yəni, idman edən insan stresli vəziyyətlərə daha dözümlü olur, daha tez sakitləşə bilir. Mənbələrdə bu barədə nə var? Beyinə qan axını artır idman zamanı. Bu da koqnitiv funksiyaları, yaddaşı, diqqəti cəmləmə qabiliyyətini, problemi həll etmə bacarığını gücləndirir. Hərəkətsizlik isə əksinə, bəzən beyin dumanı deyilən bir vəziyyət yarada bilir. Beyin dumanı, yəni fikri cəmləyə bilməmək, unutqanlıq kimi şeylər? Bəli, zehni qeyri-müəyyənlik, ləng düşünmə, fokuslanma çətinliyi. Hərəkətsizlik beyin üçün də yaxşı deyil. Müntəzəm fiziki aktivlik isə beyni, necə deyim, daha iti saxlayır. Yaxşı, bəs sosial həyat, münasibətlər. Sənin paylaşdığın materiallarda bu aspekt necə işıqlandırılır? İdman etməmək bura necə təsir göstərə bilər? Burada da müəyyən əlaqələr göstərilir. Birincisi cazibədarlıq məsələsi. İstər şuurlu, istər qeyri-şuuru səviyyədə. Sağlam və atletik görünüşün cazibəni artırdığı bir çox araşdırmada təsdiqlənib. Bu, yəqin ki, təkamül prosesi ilə bağlıdır. Sağlamlıq və güc göstəricisi kimi. Tamamilə. Təkamül baxımından sağlam, güclü bir bədən, yaxşı genlərin və nəsl artırma potensialına siqnalı kimi qəbul olunur. Bu, bizim dərinliklərimizdə kodlaşdırılıb. Təbii ki, bu yeganə faktor deyil, amma əhəmiyyətli dərəcədə rol oynayır. Bəs başqa sosial təsirlər? Mənbələrdə təəssüflə qeyd olunan bir məqam da var. İnsanlar çox vaxt istəməsələr də ilkin təəssüratlarını xarici görünüşə əsasən formalaşdırırlar və özünə baxmayan, fiziki cəhətdən zəif görünən bir insanın bəzən sosial çevrələrdə daha az hörmət, daha az diqqət görə biləcəyi ehtimalı vurğulanır. Bu, ədalətli olmasa da reallıqdır. Yəni, özünə qayğı göstərmək, fiziki formanı qorumaq həm də bir növ sosial siqnaldır. Mən özümə dəyər verirəm, mən nizam-intizamlıyam kimi. Bəli, bunu belə də yozmaq olar. İnsanlar nizam-intizamını, özünə nəzarəti qiymətləndirirlər və fiziki forma bunun ən görünən təzahürlərindən biridir. Bütün bu danışdıqlarımızı birləşdirsək, mənbələrdə təsvir edilən o zəncirvari reaksiya mənzərəsi daha aydın olur sanki. Yəni, idman etməmək, potensial olaraq testosteronun azalması, enerji azlığı, çəki artımına meyil. Bu da öz növbəsində özgüvənin azalmasına gətirir. Özgüvən azalanda stresə qarşı həssaslıq artır. Cazibədarlıq potensial olaraq azalır. Və bütün bunlar toplanıb sosial həyata, hətta bəlkə də karyeraya mənfi təsir göstərə bilir. Görünür, hər şeyi itirmək iddiasının əsaslandığı məntiq bu potensial domino effektidir. Fiziki vəziyyətin həyatın bütün digər sahələrinə təsiri. Tamamilə. Ümumiləşdirsək, sənin paylaşdığın materiallar idmanı sadəcə, məsələn, arıqlamaq və ya əzələ yığmaq üçün bir vasitə kimi görmür. İdman daha çox insanın özünə, sağlamlığına, gələcəyinə qoyduğu bir investisiya kimi təqdim edilir. Və bu investisiyanı etməmək, yəni hərəkətsizlik isə həyatın müxtəlif sahələrində ciddi məsrəflərə, itkilərə yol aça bilər deyilir. Bəli, məntiq budur. Təbii ki, hər şey ifadəsi bəlkə də mübaliğədir. Amma vurğulanan əsas fikir budur ki, itkilər təkcə fiziki sağlamlıqla məhdudlaşmır.
Yaxşı ki, bu mənbələr təkcə problemi qoymur, həm də çıxış yolları təklif edir. Praktik addımlar da var. Məsələn, konkret ölçülə bilən hədəflər qoymaq. Deyək ki, həftədə 3 dəfə məşq etmək. Bəli, real hədəflər çox vacibdir. Sonra həftəlik məşq planı qurmaq. Bu plana həm güc məşqləri, ağırlıq qaldırmaq, bədən çəkisi ilə məşqlər, həm də kardio məşqləri, qaçış, üzgüçülük, velosiped daxil edilməlidir. Yəni, balanslı yanaşma. İstirahət və qidalanma da yəqin ki, önəmlidir. Əlbəttə, kifayət qədər yuxu almaq əzələlərin bərpası və hormonal balans üçün kritikdir. Qidalanma isə ümumiyyətlə enerjinin və sağlamlığın təməlidir. Yəni, bu üç komponent, məşq, istirahət, qidalanma, birlikdə işləyir. Deməli, bu mənfi zəncirvari reaksiyanın qarşısını almaq üçün əslində konkret addımlar atmaq mümkündür. Və bu addımlar təkcə fiziki sağlamlığa deyil, bayaq danışdığımız kimi mental və sosial rifaha da xidmət edir. Tamamilə. Hərəkətə başlamaq heç vaxt gec deyil. Kiçik addımlarla başlamaq olar. Həftədə 1-2 dəfə qısa məşqlərlə, sonra tədricən artırmaqla. Əsas odur ki, başlanğıc edilsin. Çox faydalı məlumatlar oldu. Həm o spesifik fəlsəfi baxışı, həm də ümumi elmi tərəfi anlamağa çalışdı. Dinləyicilərimiz üçün də yəqin ki, düşündürücü məqamlar çox oldu. Yeri gəlmişkən, əgər bu söhbətimiz sizə maraqlı gəldisə və YouTube-da izləyirsinizsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Bəli, sizin reaksiyalarınız bizi yeni mövzuları araşdırmağa həvəsləndirir. Və əgər bizim bu araşdırmalarımızı, bu dərin təhlilləri dəstəkləmək istəsəniz, aşağıda qeyd etdiyimiz linkdən keçid edərək bizə virtual bir qəhvə ısmarlaya bilərsiniz. Bu, bizim daha keyfiyyətli məzmun yaratmağımıza kömək edəcək. Hər bir dəstəyə görə əvvəlcədən təşəkkür edirik. Sonda isə adətimiz üzrə bir düşüncə toxumu əkmək istəyirəm. Bugün müzakirə etdiyimiz mənbələr daha çox xarici faktorlara, statusa, cazibədarlığa, cəmiyyətdəki yerə fokuslandı. Bəs sizcə, bu xarici təsirlərdən başqa, sırf daxili aləmdə, fərdi səviyyədə, fiziki aktivlik insana hansı şəxsi keyfiyyəti, hansı bacarığı qazandırır və ya əksinə, hərəkətsizlik hansı daxili potensialı, hansı rifah hissini əlimizdən alır? Bu sual üzərində düşünməyə dəyər. Şərhlərdə öz fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Çox gözəl bir sualdı yekun üçün. Ümid edirik ki, bugünkü söhbətimiz faydalı oldu. Növbəti təhlillərdə görüşənədək sağ olun. Sağ olun.